Oxatanlar salam. Hər kəsi xoş gördük mənim kanalımda. Mənə baxdığınız üçün təşəkkür edirəm. Bizim enerjili oxatanlarımızı nələr gözləyəcək may ayında 2025-ci ildə. May ayının enerjisi, dekadalarımız, iş axtaranlar üçün bir kart, sevgi gözləyənlər üçün, problemləri olanlar üçün də məsləhət kartı. Oxatanlar sizin üçün 5-ci pentakli. Burada düzdür, pul kartıdır, pulunuz olacaq, amma siz istədiyiniz kimi də olmayacaq. Yəni 5-ci pentakli nə azdır, nə çoxdur. Sizə çox lazımdır ki, həyatınızda siz istədiyiniz kimi işlər qura biləsiniz, istədiyiniz addımlar ata biləsiniz. Ona görə qüssələnməyin, çünki may ayının sonunda burada 6-cı pentakli. Get-gedə pulunuz artacaq. Yəqin ki, yay aylarında qazancınız yüksək olacaq may ayına nisbətən. Və burada 2-ci jezli. Siz artıq gələcək üçün planlar qurursunuz. Gələcəyə indiyə kimi bəlkə də elə planlar, elə addımlar atmışsınız ki, yaşansa da, yaşanmasa da sizi artıq bu düşündürmür. Sizi gələcəyiniz düşündürür. Bəlkə də övladlarınız üçün nəsə etmək istəyirsiniz. Çünki burada günəş karta düşür. Ən çox uşaqlara işarədir bu. Və enerjiniz boldur bu kartla. Siz artıq əvvəlki kimi deyil, təcrübəlisiniz və bilirsiniz nə etmək lazımdır ki, bəlkə də bu pul, yəni 6-cı pentakli, baxın, planlar qurursunuz. Bəlkə də başlanğıc artıq olacaq may ayında. Sevinir canlılar, görürsünüzmü? Və gəlir. Çalışın, nə iş qursanız, nə hərəkət, nə addım atsanız, başqalarına bildirməyin. Çünki ətrafınızda paxıllığınızı çəkənlər var, sizə göz dikənlər var, sizin qazancınıza, ruzi bərəkətinizə. Ona görə çalışın bildirməyin. Bəlkə də belə deyərdim ki, qohumlar da ola bilər. Sizdən borc istəyəcəklər, borc verməyin bu kartla. Və bu pul balansını qoruyub saxlasanız, hər şey yaxşı olacaq inşallah. Çox müsbət kartlar düşüb əslində sizin üçün. Sadəcə elə etmək lazımdır ki, daha pul balansı əlinizdən getməsin. Yox deməyə bacarın bu kartla. İş axtaranlar üçün imperator kartı düşür. Çox oxatanlar iş tapa biləcək. Karol pentakli. Xanımların qarşısına belə bir bəy çıxa bilər, imkanlı. Rıtsır pentakli. Problemlərinizi pul həll edə biləcək və yaxud dostunuz varsa, imkanı varsa da imkanlı dostunuz, elə bir şəxs sizə kömək edə bilər. Əgər məsəl üçün qüssələnirsiniz ki, əlinizdə daha pulunuz az olacaq, nəsə iş görmək istəyirsiniz, bu insanın köməyi ilə o arzularınız həyatda yaşanacaq. Məsləhət kimi 9-cu pentakli. Bəli, yenə görürsünüzmü, pula işarədir. Pulu yığıb toparlamaq bacarın. Yəni qazanc gələcək də, görürsünüzmü? Və siz elə edin ki, borc verməyin ki, yığmağı bacarasınız. Gələcəkdə yenə həyatınızı yaxşılaşdırmaq üçün. Məsləhət kimi belə bir kart düşdü, pula işarədir. Oxatanlar üçün belə gözəl rasklar çıxdı may ayına. İnşallah belə də yaşanar. Sağ olun.